parçanın 9'da 4'ünü, sonra qalanının 5'də 2'sini satır. Geriyə qalan parçanın 3'də 1'ini satandan sonra 10 metr parça qalır. Əvvəlcə əlində neçə metr parça var idi? İndi gəlin bu məsələni hissə-hissə yazaq. Deyək ki, dərzinin əlindəki parça x metrdir. İlk növbədə x metr parça var. Və 9'da 4'ünü, deməli deyir ki, əlindəki parçanın 9'da 4'ünü, yəni x vurulsun 9'da 4'ünü iş satır, sonra qalanını. İndi birinci olaraq x vurulsun 9'da 4 hissəsini satıb. Bəs nə qədər qalıb? Ümumilikdə x qədər parça idisə, bundan çıxırıq 9'da 4 x-i. Bizə yerdə qalan parça olur. İndi biz x-i məxrəci 9 olan şəkil kəsir. Bilirik ki, 2 sözü 1 demək. Yəni bunun yanında 1 vurulsun var. Və biz 1'i 9'da 9 yaza bilərik. Yazaraq 9'da 9 x çıxılsın 9'da 4 x. Buradan bərabərdir 9'da 5 x olur qalan parça. İndi birinci olaraq 9'da 4 x parça. Baxın, bunun x-i bu tərəfdən yazaq. Heç bir fərqi yoxdur. Yəni belə yaza bilərik. 9'da 4 x parça satıb. Daha sonra qalan parçanın, yəni qalanın 5'də 2 hissəsini, yəni 9'da 5 x qalıb və 9'da 5'in 5'də 2 hissəsini yazıram. İkinci olaraq 9'da 5 x-in 5'də 2 hissəsini satır. İndi buradan biz 5'lər x-lar getsə 9'da 2 x, yəni ki ikinci dəfə sonra deyək ki 9'da 2 x qədər parça satır. Bax, birinci 9'da 4 x və daha sonra qalan parçanı, yəni 9'da 5 x-in 5'də 2 hissəsini 9'da 2 x parça satır. Və geriyə qalan parçanın, indi baxaq, 9'da 5 x parça qalmışdı. Bunun da 9'da 2 hissəsi yenə satıldı. Nə qədər qaldı? 9'da 5 x çıxılsın 9'da 2 x. Sonuncu qalan parça əlimizdə bu idi. Və bundan da biz hesabladıq ki, bunun 5'də 2 hissəsi satılıb. Yəni 9'da 2 x satılıb və biz qalan parçadan həmin yenə satılan hissəni çıxsaq, qalacaq 9'da 3 x parça. Bu artıq qalan parçadır. Deyək ki, geriyə qalan parçanın 3'də 1'ini satandan sonra, yəni 9'da 3 x-in 3'də 1'ini də satandan sonra 3'də 1'i nə qədər edir? Bunun 3'də 1'inə baxaq görək. Baxın, 3'lər ixtisar getsə olacaq 9'da 1 x. Deməli 9'da 1 x də satandan sonra 10 metr parça qaldı. İndi baxın, 9'da 1 x də satandan sonra ən sonuncu qalan parça nə qədər edir? 9'da 3 x. Sonra 9'da 3 x-in 3'də 1 hissəsini tapdıq. Bu da 9'da 1 x. Deməli, son qalan parça bu idi. Son qalan və son qalan parçadan, yəni 9'da 3 x-dən çıxacaq 9'da 1 x-i. Burada qalacaq 9'da 2 x. Deməli, ən sonucu əlimizdə qalan parça oldu 9'da 2 x. Yəni ümumi parçanın 9'da 2 hissəsi qaldı və bu da bərabərdir deyir 10 metrə. 10'a. İndi biz bu bərabərliyi həll etsək, əvvəlcə nə qədər parça olduğunu tapa bilərik. Bunun üçün yazıram 2x bərabər 9 vur 10 olacaq 90 və x bərabərdir, hər tərəf 2'yə bölsək 45. Deməli, əvvəlcə dərzinin 45 metr parçası var imiş. Cavabımız olur B bəndi. İndi baxaq 27. Bunun üçün bir dənə buranı təmizləyəcəm. İndi baxaq 27-ci testə baxaq. Deməli, tənliyi həll edirik. Baxın, burada yazıb addım-addım sadələşdirmək lazımdır. Məsələn, belə yazaq. 3x üstə gəl 4. Vur 4, çıx 7. Böl 9. Baxın, üstə gəl 12 bərabərdir 17-dirsə, baxın, burada üstə gəl 12-dirsə, biz bura bunun əksi olanı və yaxud da sağ tərəfi bunun əksi olanı tətbiq etməliyik ki, 12 buradan, necə deyərik, yox olsun. Yəni, məsələn, çıx 12, buradan da 12 çıxacaq. Tənlikdə bərabərliyin hər tərəfindən eyni ədədi çıxıb və yaxud da üzərinə gələ bilərik, və yaxud da eyni ədədə müsbət bir ədədə bölüb və yaxud da vura bilərik. O zaman tənliyin qiyməti dəyişmir. İndi çıxsaq, burada 12 yox olacaq. Nə olur? 3x üstə gəl 4, üstə gəl 4, vur 4. Sonra çıx 7, böl 9 bərabərdir 17-dən 12 çıxdıqda qalır 5. İndi, baxın, bu hansı ədəddir ki, məsələn, bunu 9'a bölmüşük 45 alır. Belə də fikirləşə bilərik. Və yaxud da hər tərəfi vurarıq 9'a. Yəni ki, dediyimiz kimi, böl 9 əməlinin tərsini, əksini yazarıq. Vurarıq 9'a hər tərəfi. Olacaq 3x üstə gəl 4. Vur 4.
çıx 7 bərabərdir. Hər tərəfi 9-a böl 9 vur 9 bura yox olacaq. 9 vur 5 olacaq 45. İndi sonra 3x üstə gəl 4 addımla yazıram. Vur 4. İndi hər tərəfin üzərinə 7 əlavə edərəm. Və bərabər 45 üstə gəl 7 olacaq 52. İndi 3x üstə gəl 4. Hər tərəfi 4-ə bölərəm. Bölərəm 4-ə hər tərəfi. Bu zaman bərabərdir 13 olacaq. 52-ni 4-ə böldükdə 13. Bu zaman sonra 3x indi hər tərəfdən 4 çıxaram və bərabərdir 13-dən 4 çıxana 9. 3x bərabər 9. Hər tərəfi 3-ə bölsəm x bərabərdir 3-ə. Yəni C bəndi. Davam edək. Deməli burada deyir ki A böl 9 bərabərdir B böl 7 bərabərdir C böl 13 olarsa A, B və C ədədləri üçün aşağıdakılardan hansı doğrudur? Əgər bunların nisbətləri bərabərdirsə, deməli biz A-nın B-nin yerinə elə qiymətləri yazmalıyıq ki, hər birini 9-a, 7-yə və 13-ə böldükdə uyğun olaraq eyni qiymətlər alsın. Məsələn, bunun üçün yerinə qiymət yaza bilərik. Başqa yöndə də fikirləşmək olar ki, deməli, eyni qiymətlər alınırsa, burada böyük ədəd bölər bərabər olar, kiçik ədədi. İndi gəlin məsələn, deyək ki, bu bərabərliyin hər tərəfinin qiyməti 1-dir. O zaman A böl 9-un 1 olması üçün A nəyə bərabər olmalıdır? 9-a. B böl 7-nin 1 olması üçün B nəyə bərabər olmalıdır? 7-yə. C böl 13-ün 1 olması üçün C bərabər olmalıdır 13-ə. Həqiqətən də baxın, A-nı yenə 9 yazsam 9 böl 9 bərabərdir 7 böl 7 bərabərdir 13 böl 13. Hər biri 1-ə bərabər oldu, bir-birinə bərabərdir. Bəli, heç bir səhvliyimiz yoxdur. İstəsək bunun yerinə A-nın yerinə 18, B-nin yerinə 14, C-nin yerinə 26 yaza bilərik. Yəni əsas bizə münasibət lazımdır ki, bunlardan hansından böyükdür. Buradan görünür ki, C A-dan böyükdür, C böyükdür A-dan, o da böyükdür B-dən. Deməli, C böyükdür A-dan, o da böyükdür B-dən, yəni A bəndi. 29. 3 ədədinin ədədi ortası 40-a bərabərdir. Yəni A üstə gəl B, üstə gəl C bölünsün 3. Ədədi ortanı necə tapırdıq? Ədədləri toplayıb sayını bölürdük. Bərabərdir 40-a. Deyir, ədədi ortanın 45 olması üçün hansı ədəd əlavə edilməlidir? İndi deyək görək, bu 3 ədədin özünün cəmi nəyə bərabərdir? Deməli, A üstə gəl B üstə gəl C bölünsün 3 bərabərdir 40-dırsa, hər tərəfi 3-ə vurarıq, olacaq. A üstə gəl B üstə gəl C bərabərdir 120. Deməli, bu 3 ədədin cəmi 120-dir. İndi bizə deyir ki, ədədi ortanın 45 olması üçün hansı ədəd əlavə olmalıdır və yaxud da ki, 4-cü bir ədəd üzərinə gəlməlidir. Bu zaman ədədi orta 45 olar. Bu zaman 4-cü ədəd tapın. Yəni, fərqli şəkillərdə bu məsələ verilə bilər. Biz bildik ki, A üstə gəl B, üstə gəl C, üstə gəl bu ədədimiz 4-cü ədədimiz D olsun. Və bu artıq 4 ədəd oldu, ona görə bölürük 4-ə. Deyir ki, ədəd oradan 45 olması üçün hansı ədəd üzərinə gəlməlidir? Bu zaman bunların ədəd ortası 45-ə bərabərdir. Biz bilirik ki, A üstə gəl B üstə gəl C-miz 120-dir. Bunun yerinə elə birbaşa 120 yaza bilərik. 120 üstə gəldi, bölünsün 4, bərabərdə 45, bizə buradan D-ni tapmaq lazımdır. Bu zaman yazırıq 120, çarpaz vuracaq, bərabər 45 vurulsun. 4 edəcək 180 və D-miz bərabərdir 180, çıxılsın 120. Görünür ki, 4-cü ədədimiz olacaq 60, yəni 29 olacaq C bəndi. Keçirik növbətiyə. Bal ilə dolu qabın bal ilə birlikdə kütləsi 30 kiloqramdır. Baxın, bu bizim balımız, daha doğrusu qabımız və ağzına qədər doludur. Birlikdə kütləsi 10 kiloqramdır. 30 dedim deyəsən, 10 kiloqramdır. Balın 1/4 hissəsi götürüldükdən sonra, yəni baxın, bu hissə götürüldükdən sonra bunu bölürük. Belə 4 yerə və yuxarı hissə götürülür. Belə təsəvvür edək. Artıq bu hissə boşdur. Doludur, bu hissə boşdur. Götürüldükdən sonra qalan bal qabla birlikdə 8 kiloqram oldu. Baxın, 10 idi, sonra nə oldu? 8. Deməli, bu kiçik hissə, hansı ki bu çıxarılan hissə nə qədər imiş? Yəni, bu götürüləndən sonra 8 kiloqram olubsa, 1/4 hissəsi bütün kütlənin, deməli, daha düzü, balın 1/4 hissəsi, bütün balın 1/4 hissəsi 2-yə bərabər imiş. Yəni, necə deyim sizə?
Yəni baxın biz 1/4 hissəsini götürdük. Götürən kimi 2 kiloqram azaldı. Deməli bu götürülən hissə 2 kiloqram imiş. Bu da bütöv balın hansı hissəsinə uyğun gəlir? Burada deyir ki, balın 1/4 hissəsi götürülür. Bütöv balı bizə deyir ki, əvvəlcə qabda neçə kiloqram bal vardı, onu tapmaq lazımdır. Təsəvvür edək ki, bütöv balın kütləsi x-dir. Yəni baxın bunun hamısı x-dir. İçəri qabı nəzərdə tutmuruq. Bütöv balın kütləsi x-dir və bunun biz 1/4 hissəsi 2-yə bərabərdir ki, 1/4 götürülüb 2 azalıb. Yəni 1/4 hissəsi 2-yə bərabərmiş. X-imiz də bərabərdir 8. Yəni 1/4 hissəsi 2-yə bərabər olanda tapdıqda 2 bölünsün 4/1 və yaxud da 2 baxın 2 bölünsün 4/1 və yaxud da 2 vurulsun 1/4 ədədi kəsirə böldükdə birinci ədəd olduğu kimi saxlayırıq. Bölünəni saxlayırıq. Böləni isə tərsinə çevirib hasilini tapırıq. Bu da olur 8. Deməli, əvvəlcə qabda 8 kiloqram bal var imiş. Kəsirləri artan sıra ilə düzün. Deməli, artan sıra ilə baxaq. Biz bunları ya məxrəcləri, ya da sürətləri eyni şəkildə yazmalıyıq. 2-də 3, 6-da 5, 2-də 1. İndi, baxaq. Artan sıra ilə dediyinə görə, baxın, bu 1 tam 2-də 1-dir. Bu deməli, hamısından böyükdür. Yəni, C hamısından böyükdür. Çünki 1 tamdır. Burada 1 tam və 2-də 1 var. Ona görə bunu çıxaraq. Yerdə nə qaldı? Bunları müqayisə edək. İndi deməli, gəlin bunların hamısını eyni məxrəcə gətirə bilərik. Ya eyni məxrəcə gətirmərik, ya eyni sürətə gətirmərik. Gəlin eyni məxrəcə gətirək. 3, 5, 6, 2. Bunlara ortaq məxrəc olacaq 30. Aşağıda, bura 30'a gəlmək üçün 10'a vururuq. Olur 30'da 20. Buranın 30'a gəlməsi üçün 6'ya vururuq. Olacaq 30'da 24. Buranı da 5'e vururuq. Olacaq 30'da 25. Buranı da 15'e vururuq. Olacaq 30'da 15. İndi görünür ki, bunlardan ən kiçik hansıdır? 30'da 15. Yəni, Y ən kiçikdir. Y ən kiçikdir. Daha sonra biz bilirik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti kiçik olan kəsir kiçik, sürəti böyük olan kəsir böyükdür. Bu, məxrəcləri bərabər olandır. Sürətləri bərabər olanda isə tərsinədir. Yəni ki, sürətləri bərabər olanda məxrəci kiçik böyükdür, məxrəci böyük kiçikdir. Bu şəkildə. İndi, ən kiçik Y-dir. Daha sonra bu A-dır. A. Daha sonra burada olacaq B, yəni 30'da 24 B və arada olacaq D. C isə bunlardan Y kiçikdir A. Artan sıraya düzün Y, A, B, D ise Y, A, B, D ise D bəndi. Keçək 32'yə. Deməli, çənin tutumu 500 litrdir. Bu çənin 5'də 2 hissəsi doludur. Yəni, təsəvvürdəki bu çənimizdir və 5'də 2 hissə, ümumilikdə 500 litr tutur. 500 və 5'də 2'si doludur. Yəni, 500'ün 5'də 2'sini tapacağıq və bu qədər su var. 500'ün 5'də 2'sini tapdıq. 500'ü vururuq 2'yə, bölürük 5'ə və yaxud da 5 ilə 500'ü ixtisar aparsaq, olacaq 200. Deməli, 200 litr su var. 200 litr su var. Bizə deyir ki, bu çənin, daha doğrusu çənin 25'də 6 hissəsinin dolu olması üçün neçə litr su boşaldılmalıdır? İndi tabaq görək, 500'ün 25'də 6 hissəsi nə qədər su tutur? İndi 500'də 25'i ixtisar aparsaq, hər ikisi 25'ə bölünəcək, yuxarı düşəcək 20, aşağıda isə 1. 20 vur 6 olacaq 120. Deməli, bizə lazımdır ki, 200 litr yox, 120 litr su olsun içərisində. Buna görə 200 litr sudan nə qədər boşaltsaq, 120 litr su qalacaq. 200 çıxılsın 120 bərabərdir. 80 litr su boşaltsaq, deməli, çənin içərisində çənin 25'də 6 hissəsi dolu olacaq. Yəni ki, içərisində 120 litr su olmuş olacaq. Bu da olur 80 litr. İndi baxaq 33'ə. İki məntəqə arasındakı məsafə 240 kilometrdir. Bu məntəqələrdən iki qatar eyni vaxtda qarşı-qarşıya hərəkət edir. Məsələn, bu birinci məntəqəmiz olsun A, bu isə B məntəqəmiz olsun və buradan iki qatar qarşı-qarşıya yola çıxır. Yəni hərəkətə başladı. Birinci qatar bütün yolun 4'də birini, yəni 240'ın 4'də birini, bu da bərabər olur 240'ı bölürük 4'də 60 kilometr. Birinci qatar 60 kilometr yol gedir. İkinci isə 3'də birini getdi. Yəni ikincisi isə 240'ın 3'də 1 hissəsini gedib. Bu da olur 240'ı bölürük 80 kilometr. İkinci qatarımız isə 80 kilometr yol gedib. Bu qatarlar arasındakı məsafə nə qədər məsafə qaldı? Baxın, bizə bu
aradakı məsafə lazımdır. İndi ümumilikdə 240-dır və 60-ı birinci qatar gedib, 80 isə ikinci qatar. 60 ilə 80-i toplasaq, ümumilikdə nə qədər yol gedilib? 140 kilometr yol gedilib və ümumilikdə 240 kilometrdir. 140-ı gedilibsə 240 çıxılsın 140 bərabərdir 100 kilometr bu qatarlar arasında məsafə qalır. Baxaq, olur D bəndi. İndi baxaq 34-ə. Bir qutuda ağ, mavi və sarı kürəciklər var. Qutudakı kürəciklərin yarısı ağdır, 8-də 3-ü mavidir, 6-sı isə sarı rənglidir. Qutuda neçə ağ kürəcik var? İndi biz təsəvvür edək ki, qutuda x sayda kürəcik var. Buna x, A, B, C istədiyiniz dəyişənli ifadə edə bilərsiniz. X sayda kürəcik var ümumi. Ağ, mavi, sarı kürəciklərin hamısının cəmi x-dir. Kürəciklərinin yarısı, yəni 2-də 1 x ağdır. 8-də 3-ü, yəni 8-də 3 x, ümumilikdə x-in 8-də 3-ü. X-in baxın yarısı, yəni 2-də 1 hissəsi deməkdir. 8-də 3 x-i mavidir və 6 dənəsi sarıdır. İndi biz burada qutuda necə ağ kürəcik olduğunu tapacaq. Necə tapacaq? Baxaq. Bizə bu kömək olacaq. 6-sı sarıdırsa, məlum olan budur. İndi baxaq görək. 2-də 1 x, 8-də 3 x. Ümumilikdə bütövi 1 deyil. 2-də 1-i var, 8-də 3-ü var. Görək 6 dənəsi də sarıdır. Sarıya hansı hissə qalıb? Baxın, 2-də 1-i 8-də necə göstərə bilərik? Məxrəci 8 olan kəsir kimi yazsam, hər tərəf vuracam 4-ə, tamamlayıcı vuruğu 4-dür. Yuxarıda olacaq 4, aşağıda olacaq 8. Deməli, 8-də 4-ü ağdır, 8-də 3-ü mavidir. Nə qədər oldu? 8-də 3 x üstə gəl, 8-də 4 x bərabərdir 8-də 7 x. 8-də 7 hissəsi ağ və mavi birlikdədir. Sarıya hansı hissə qaldı? 8-də 8 x bütöv tam. Baxın, bu həm də 1 vurulsun x deməkdir və yaxud da 8-də 8 x deməkdir. Eyni ifadədir. Çıxılsın 8-də 7 x, bu da bərabərdir 8-də 1 x. İndi 8-də 1 x hissəsi sarıdır və bu da 6-ya bərabərdir. X-i tapmaq üçün 6-nı vuracaq. 8-ə 48. Deməli, 48 dənə kürəciyimiz var. Cəmi x-imiz oldu 48 və bizə lazımdır ki, tapaq, burada 4-dür, ağ kürəciklərin sayını. Yəni 8-də 4 hissəsi və yaxud da deyir ki, qutuda kürəciklərin yarısı ağdır. Yəni 48-in yarısı olur 24. Ya 2-yə bölürük, ya 2-də 1-ə vururuq, ya 8-də 4-ə vururuq. Eyni qiymət, yəni 24-ü almış oluruq. İndi avtomobil yolunun 11-də 3 hissəsini getdikdən sonra mənzilə çatmağa baxaq. Bu deyək ki, məsələn, avtomobil yolu gəlir, belə gəlir. 11-də 3 hissəsini gedir və mənzilə çatmağa 56 kilometr qalır. Hansı ki, baxın, bu yol 56 kilometrdir. Avtomobil neçə kilometr yol getməlidir? İndi 11-də 3 hissəsi, yəni ümumilikdə x-dirsə, 11-də 3 x gedibsə, bizə hansı hissə qalıb? 11-də 3 gedibsə, yəni 1 çıxılsın və yaxud da x çıxılsın, hamısı x-dirsə, x çıxılsın 11-də 3 x bərabərdir. Nə olacaq? Bu 1-dir və yaxud da biz bunu 11-də 11 yaza bilərik. Nəyə görə 11-də 11 yazırıq? Niyə 10-da 10 yox, 9-da 9 yox? Çünki bu məxrəci 11-dir. Yəni bunu məsələn mən yazaram ki, 10-da 10 eyni ifadədir. Amma sadəcə 10-da 10-dan 11-də 13 çıxmaq üçün yenə bunları 11-də 10-u eyni məxrəcə gətirməliyim. Onun üçün işimi rahatlaşdırıb bəri başdan 11-də 11 yazaram. 11-də 11 çıx, 11-də 13 qalır 11-də 8x. Deməli, baxın, 11-də 3x gəlir, 11-də isə 11-də 8x-dir. Və 11-də 8x 56-ya bərabərsə, x-imiz də bərabərdir. 56 vur 11 bölünsün 8. 56 ilə 8 ixtisar getsə 7 vur 11 bərabərdir 77. Ümumi yolumuz 77 kilometrmiş. Və bizə deyir ki, avtomobil neçə kilometr yol getməlidir? O da olur 77 kilometr yol getməli olur. Tənliyi həll edək. Bunları eyni. Baxaq, eyni. Deməli, yazaq. Bura 2 litrdir. Bura 1 litr 325 millilitrdir. Və vurulsun 2, çıxılsın 2 bərabərdir. 2003 millilitrimiz 2 litr 3 millilitrdir.
Baxın bu şəkildə. Çünki 1 litrimiz 1000 millilitrə bərabərdir. İndi buranı sadələşdirək. X-i tapacağıq. X-i tək saxlamaqdır. Əsas məqsədimiz. Buranı yazsaq 2 litrlə 1 litr 325 millilitr olacaq 3 litr 325 millilitr. Vurulsun 2. Çıx X bərabərdir 2 litr 3 millilitr. İndi buranı 2-yə vursaq olacaq 6 litr 325-i də 2-yə vursaq olacaq deməli 650 millilitr. Çıxılsın X bərabərdir 2 litr 3 millilitr. İndi buradan çıxmamızı aparaq. Necə? Azalan, çıxılan bu da fərqdir. X-i tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 6 litr 650 millilitr. Çıxılsın 2 litr 3 millilitr. 6 litrdən 2 litr çıxacaq. Oldu 4 litr. Və 650-dən də 3 çıxdıqda olur 647 millilitr. 4 litr 647 millilitr, yəni C bəndi. 37 yazırıq 18 böyükdür x bölünsün 5 böyükdür 3. İfadəsində x-in ala biləcəyi ən böyük natural ədədlərin rəqəmləri, ədədin rəqəmləri cəmini tapın. Burada x-i tapmaq üçün, x-in hansı aralıqda qiymətləri cəmini tapmaq üçün x-i tək saxlamaq lazımdır. Dediyimiz kimi burada bölünsün 5 deyə hər tərəfi 5-ə vuracaq. Yəni ona tərs olan, əks olan əməli yazacaq. Onu buranda 5-ə vurmalıyıq, buranda 5-ə vurmalıyıq. 18 vurulsun 5 edəcək 90. Böyükdür, x tək qalacaq 15. X 90 ilə 15 arasında dəyişir və bizə deyir ən böyük natural ədəd. X-in ala biləcəyi ən böyük natural ədəd olur 89. 90 almır, 90-dan kiçik olur. 89 və bizə deyir ki 89-un rəqəmlərinin cəmini tapın. Bu da olur 17, yəni Y bəndi. Düzbucaqlının perimetri 3 desimetr. Tərəflərindən biri 5 cm olarsa, o bir tərəfin uzunluğunu tapın. Bunu yazaq. 3 desimetrimiz neçə santimetrdir? 30 cm. Bir deməli, bizi perimetr bərabərdir. 2 vurulsun A üstə gəl B. Bizə deyir ki, A, məsələn, biri 5 cm-dirsə, bu da perimetrdə 30-a bərabərdir. Bu ifadəni sadələşdirir. Hər tərəf 2-yə bölsə 5 üstə gəl B bərabərdir 15-ə. B bərabərdir 10-a, yəni 15 çıxılsın 5. Cavabımız olur 10. Digər tərəfimiz olur 10 cm. Sahəsi 81 cm-nin kvadratı olan kvadratdan sahəsi 45 cm-nin kvadratı olan düzbucaqlı kəsib ayırdılar. Qalan düzbucaqlının perimetrini tapın. Deməli, sahəsi baxaq. 81 cm kvadratdırsa, onda S bərabərdir A kvadratı bərabərdir 81. Hansı ifadənin kvadratı 81-ə bərabərdir? A bərabər 9-un kvadratı 81-ə bərabərdir. Deməli, bunun tərəfləri 9-dur. İndi bizə deyir ki, sahəsi 45 cm olan düzbucaqlını ayırıblar. Hansı ki, baxın, bunu kəsib çıxarıblar. İndi bunun sahəsinin 45 olması üçün bunun eni nə qədər olmalıdır? Uzunluğu 9-dursa, baxın, uzunluğu dəyişmir. Eni nə qədər olacaq? 5 olacaq ki, 5 vur 9, bura 45 olacaq. İndi, baxın, 9. 9-dan 5-i çıxdı, yerdə nə qaldı? 4. Bizə deyir ki, burada da 4 qaldı. Bizə deyir ki, qalan düzbucaqlının, hansı ki, aşağıdakı düzbucaqlının, görün, bunu belə silə biləcəm. Bir dəqiqə. Aha, silə bilmədim. Yox. Belə silsəm hamısı gedir. Yaxşı. Belə deyək ki, baxın, bu düzbucaqlı qaldı və bizə deyir ki, bu qalan düzbucaqlının, deməli, perimetrini tapın. Burada 9 oldu, 4-dür. Perimetrdə bərabərdir 2 vurulsun, 9 üstə gəl 4, olacaq 2 vurulsun 13, bu da bərabərdir 26 cm qalan düzbucaqlının perimetri olur. Sonra tərəfləri 4 cm 7 mm, 5 cm 8 mm, 3 cm 5 mm olan düzbucağın perimetri neçə santimetrdir? Perimetr bərabərdir. Üçünü də toplayırıq. 4 cm 7 mm, üstə gəlsin 5 cm 8 mm, üstə gəlsin 3 cm 5 mm. İndi bunu necə yazırıq? 1 santimetrlər toplasaq 4, 5, 3. Deməli edəcək 12 cm. 7 mm, 8 mm edəcək 15 mm və üstünə 5 mm 20 mm. Və bilirik ki 20 mm-imiz 2 cm deməkdir. 12 cm üstə gəl 2 cm 14 cm olacaq. Bizə deyir ki perimetr nə qədərdir? 14 cm. İndi baxırıq 41-ə. Deməli, indi saat 13:00-dır. 110 saat sonra saat neçə olacaq? Deməli, burada biz nə deyirik? Baxın,
İndi saat 13:00-dırsa, bir sutkamız 24 saatdir. Və 24 saat sonra yenə saat 13:00 olacaq. Baxın, 24 saat sonra yenə 13:00 olacaq. Sonra bir 24 saatda gəlsək, yenə 13:00 olacaq. Yəni ki, bu 24 saatların nə qədər olmasının mənası yoxdur. Həmişə, məsələn, biz deyirik ki, indi saat günorta 1-dir və yaxud da saat 13:00-dır. Bir sutka sonra yenə saat 13:00 olacaq. Bir sutkamız 24 saatdir. Bir sutka sonra yenə 24:00 olacaq. Məsələn, 2 sutka sonra yenə 13:00 olacaq, bağışlayın. 3 sutka sonra da yəni 13:00 olacaq. Yəni hər 24 saatda saat dəyişmir. Biz onda 110-u bölək 24-ə. Bərabərdir düşür 4. Qalıq isə olur 14. Nə bildik? 4 dəfə 24 96 edir və 110-dan da 96 çıxdıqda 14 qalıq qalar. Deməli, 4 dənə sutka və 4 sutka 14 saat var. Yəni 4 sutka 14 saat var. Və 4 sutka sonra yenə 13 saat olacaq. Saat 13:00 olacaq. Və üzərinə biz 14 saat gəlsək, 14 saat gəlsək, baxaq, olacaq saat 27:00. İndi düşünürük ki, 27:00 yoxdur. Bəli, saatımız 24:00-da təzələndiyi üçün çıxıram 24:00 və olur 03:00 saat 3 olur. İndi bunu belə də cavabımız D bəndi olacaq. İndi bunu belə də başa düşə bilərik. Və deyərik ki, əgər 4 sutka sonra yenə də saat 1 olacaq. Burada bir 14 saatımız da var. Bu 14 saatı biz 12 saat, üstəgəl 2 saat yaza bilərik. 12 saat sonra, məsələn, indi günorta saat 1-dir və yaxud da 13:00-dır. 12 saat sonra nə olacaq? Gecə saat 1 olacaq. Məsələn, indi günorta saat 1-dirsə, 12 saat sonra gecə saat 1 olacaq. Daha bir 12 saat da gəlsək, yenə saat günorta 1 olacaq. İndi biz bu 12 saatı gəlsək, gecə 1 olacaq və bu 2 saatı da üzərinə əlavə etsək, gecə saat 3 olacaq. Yəni, D bəndi. Keçək 42-yə. Leyla qiyməti 11 manat 80 qəpik olan kitabdan 2 ədəd. Qiyməti 3 manat 45 qəpik olan qeyd dəftərindən isə 3 ədəd aldı və kassaya 50 azayın verdi. Kassir ona nə qədər qalıq qaytarmalıdır. İndi baxaq, 11 manat 80 qəpik olan kitabdan 2 dənə. Və 11 manat 80 qəpik 2-yə vurduqda olacaq 22 manat 160 qəpik. Və biz bilirik 160 qəpiyimiz 1 manat 60 qəpik deməkdir. Olur 23 manat 60 qəpik. Və 3 manat 45 qəpik olan qeyd dəftərindən 3 ədəd. Yəni buranı da vuracağıq 3-ə. Buranı da 3-ə vurduqda 9 manat 45 də 3-ə vurduqda deməli 135 qəpik edir. Və bilirik ki 135 qəpiyimiz 1 manat 35 qəpik deməkdir. Bu da olur 10 manat 35 qəpik. Ümumilikdə 10 manat 35 qəpik və yuxarıda isə 23 manat 60 qəpik pul xərcləyir. 23 manat 60 qəpik. Ümumilikdə nə qədər pul xərcləyir? 33 manat deməli 95 qəpik pul xərcləyir. Və 50 manat kassaya təqdim edir. Bu zaman ona nə qədər pul qayıdacaq? Yəni 50 manatdan çıxırıq 33 manat 95 qəpik və burada görürük ki 50 manatı yazaq məsələn rahat olması üçün 49 manat 100 qəpik və 49 manatdan 33 manat çıxdıqda qalacaq 16 manat, 100 qəpikdən 95 qəpik çıxdıqda 5 qəpik, 16 manat 5 qəpik A bəndi. C43-ə. Yük maşınının benzin bakının 5də 1-i doludur. Baka 55 litr benzin əlavə etdikdə bakın 4də 3-ü dolu olduğuna görə yük maşınının benzin bakı neçə litr benzin tutur? Deyək ki, x litr benzin tutur. Bu tutumu. Və 5də 1-i doldur. Yəni x vurulsun 5də 1. Benzin var. Baka 55 litr benzin əlavə etdikdə bakın 4də 3 dolur. Yəni 4də 3 x-ə bərabər olur və yaxud da bunu gəlin belə 5də 1 x edək. Yük maşının benzin bakı neçə litr benzin tutur? Bu zaman yəni 5də 1-i keçirək sağ tərəfə, 4də 3-dən 5də 1 çıxsaq 55 bərabərdir. 4də 3 x çıxılsın 5də 1 x. 4 ilə 5-i ortaq məxrəcə gətirsək olacaq 20. Yəni 55 bərabərdir. Buraya 20-yə getmək üçün 5-ə vuracaq. Sürətlə 5-ə vuracaq. 20-də 15 çıxılsın. Buranı 4-ə vuracaq. Buranı da 4-ə. Çıxılsın 4x.
İndi biraz da sadələşdirək. 55 bərabərdir 20-də 11x və x-imiz bərabərdir. X bərabərdir 55 vur 20 bölünsün 11. 11. İndi hər tərəf 11 ilə 55-i 11-ə çarparsaq yuxarıda 5. 5 vur 20-də edəcək 100. Deməli, yük maşınının benzin bakı 100 litr benzin tutur. Sonra teplоход çay axını ilə 2 saatda 58 km yol getdi. Çay axını ilə. Onda V axın ilə sürət nə qədər olacaq? V bərabərdir S bölünsün T-dən. Yəni 58 bölünsün 2. 58 bölünsün 2. Bu da bərabər olacaq. Deməli 29 kilometr bölünsün saat sürət. Çayın axma sürəti 4 kilometrdirsə. V çay. Burada axın ilə yazım. V çay bərabərdir 4 km. Yəni 29 daha düzü 4 km bölünsün saatdir. Teplоходun çayın axınına qarşı sürəti. V axına qarşı. Bilirik ki, axına qarşı tapanda nə edirik? V teplоход çıxılsın V çay. Yəni V teplоход. Deməli, buradan biz V teplоходu tapmalıyıq. V teplоходu nə qədərdir? Biz bilirik ki, axın ilə olan sürət V axın nə olur? V teplоход üstəgəl V çay olur. İndi bu 29 isə çayımız da çayın sürəti 4-dürsə, bu da 29-a bərabərdirsə, V teplоход nəyə bərabərdir? Baxın, elə buradan yazın. V teplоход bərabərdir 29 çıxılsın 4, yəni 25 kilometr bölünsün saat. V teplоход 25 km bölünsün saatdır. Bizə deyir ki, teplоходun çayın axınına qarşı, yəni 25 km bölünsün saat çıxılsın V çay, yəni 4 km bölünsün saat. Bu zaman olur 21 km bölünsün saat. Cavab olur A bəndi. 3 il əvvəl atanın yaşı, baxın belə yazaq. 3 il əvvəl. Bura ata, bu oğul. Atanın yaşı oğlun yaşından 6 dəfə çox idi. Yəni atanın yaşı 6x-dir, oğlun yaşı x-dir. 3 il sonra isə 3 dəfə çox olacaq. Yəni ki, 3 il sonra deməli 3 il əvvəl. Yox. Bu olur indi. Və 3 il sonra. 3 il sonra isə 3 dəfə çox olacaq. Yəni 3x İndi baxaq, bir dənə bunu belə yazaq. İndi baxın 3 il əvvəl 6x-dir. İndi nə olur? 6x üstəgəl 3. Yəni 3 il əvvəldirsə 6x indi olması üçün 6x üstəgəl 3 olmalıdır və 3 il sonra olması üçün 6x üstəgəl 6 olmalıdır. Bu isə x üstəgəl 3 və x üstəgəl 6 olmalıdır. İndi deyək ki, 3 il sonra isə 3 dəfə çox olacaq. Yəni 6x üstəgəl 6 3 dəfə çox olacaq. Yəni bərabərdir 3 vursun x üstəgəl 6-dan. İndi 6x üstəgəl 6 bərabərdir 3x sadələşdirək üstəgəl 18. Və 3x-i keçirsək sol tərəfə 6x-dən 3x çıxdıqda 3x bərabərdir 18-dən 6 çıxdıqda 12. Hər tərəfi 3-ə bölsə x-imiz bərabərdir 4-ə. Atanın indi neçə yaşı var? Atanın yaşını tapmaq lazımdırsa, baxın hər bir yeri silirəm. İndi atanın yaşı, yəni x-in yerinə gətirəcək 4 yazacaq. Olacaq 6 vur 4 üstəgəl 3. 6 vur 4 24 üstəgəl 3 27. Deməli atanın indi 27 yaşı var. İndi baxaq 46-ya. Uzunluğu 8 metr, eni 5 metr olan otağın, baxaq belə, uzunluğu 8 metrdir, eni isə 5 metrdir. Olan otağın mərkəzində hər tərəfdən 1 metr məsafədə olmaqla xalça sərmişdir. Baxın, buradan 1 metr, buradansa 1 metr. Buradan da 1 metr, buradan da 1 metr. İndi burada xalça sərilib və xalçanın sahəsi nə qədərdir? Baxaq, indi baxın, kənarlardan, buradan 1 metr, buradan 1 metr hər tərəfdən. Onda yuxarıdan və aşağıdan nə qədər qısalıb? 2 metr. 8-dən 2 çıxsaq, bura olacaq 6. Deməli, xalçanın uzunluğu 6 olacaq. Bura 5 idi. Yəni, hər tərəfdən 2 metr, 2 metr qısalıbsa, 1 metr daha düzü 1 metr qısalıbsa, 2 metr qısalıb. Onda eni də olacaq 3. Xalçanın sahəsi 6 vur 3, 18 metrin kvadratı olacaq. Yəni, bilirik ki, S bərabərdir A vur B. Yəni, 6 vur 3, bu da bərabərdir 18-ə. D bəndi. Sonra aralarındakı məsafə 21 kilometr.
iki məntəqədən eyni zamanda əks istiqamətdə, baxın, aralarındakı məsafə 21 kilometr olan iki məntəqədən eyni zamanda əks istiqamətdə sürətləri eyni zamanda əks istiqamətdə. Evet, məsafə. İki avtomobil yola düşdü. Birinin deməli bura 21 kilometrdir. Burada əks istiqamətdə belə olacaq. Yox. Deməli, burada əks istiqamətdə dediyinə görə baxın, biri belə gedəcək. Görünür, burada cavablar böyükdür. Biri də belə gedəcək. Bu tərəflərə əks istiqamətdə və bunların arasındakı məsafə 21 kilometrdir. İndi birinci avtomobil, məsələn, 72 km bölünsün saatına. Yəni, saatda 72 km yol gedir. Digər avtomobil isə saatda 85 km yol gedir. İndi 5 saat sonra, baxın, bu avtomobil nə qədər yol getmiş olacaq? 72-ni vururuq 5-ə, bu isə olacaq 360 km. Deməli, bu 5 saatda 360 km yol getmiş olacaq. Digər isə 5 saata 85 vururuq 5-ə, bu da olacaq 425 km yol getmiş olacaq. Bəli. Və bizə deyir ki, baxın, bu avtomobil burada dayandı, bu avtomobil burada dayandı. Deyir, bunlar arasındakı ümumi məsafə nə qədərdir? Bu avtomobil buradan bura qədər 360 gedib, bunlar arasındakı məsafə 21-dir və bunlar arasında 425-dir. İndi görək, ümumilikdə bu avtomobillər arasında məsafə nə olur? 360, üstə gəl 21, üstə gəl 425. Buradan bərabərdir. Cavab olur 806 kilometr. Yəni, Y bəndi. Sonra əməlləri yerinə yetirək. Həmdən yuxarını təmizləyəcəm. 3 ton 427 kilogram vurulsun 8, üstə gəlsin 41 kilogram 17 qram vurulsun 9. İndi 3 ton 427 kilogramı 8-ə vurduqda 24 ton 427-ni də vuracaq 8-ə olacaq 3416 kilogram. İndi belə yazdım, daha sonra bunu tona çevirəcəm. Nə olacaq? Bilirik ki, 3416 kilogramımız 3 ton 416 kilogramdır. Və bunda 24 tonunu tamamlasaq, yəni üzərinə gəlsə 27 ton 416 kilogram olacaq. Sonra 41 kilogram 17 qramı vuracam 9-a. İndi 41 kilogramı 9-a vurduq. Yazıram ki, olacaq. Deməli, 41 kilogram 9-a vurduqda 369 kilogram, 17 qramı 9-a vurduq. 153 qram olacaq. Və bizə deyir ki, bunları hesablayın. Yəni, bunların cəmini tapın. Baxın, gətirib bunu yazsaq burada. 27 ton yerində qalacaq. 416 ilə 369-u toplayacaq. Çünki hər ikisi kilogram vahidindədir. Yəni, hər ikisi kiloqramdır. 369 üstə gəlsin, deməli 416 yazacaq və bu eləcə 785 kiloqram və 153 qram. 27 ton, 785 kiloqram, 153 qram C bəndi. 6 metr 3 desimetr. Üstə gəl 3 metr 23 santimetr, çıxılsın 9 metr 39 santimetr. Hesablayın və uyğun cavabı müəyyən edin. 6 metr 3 desimetr. Bunları deməli necə edək? Gəlin 3 desimetri yazaq 30 santimetr. Yəni 6 metr 30 santimetr. Üstə gəlsin 3 metr 23 santimetr. Bunların cavabı nə edəcək? 6 ilə 3 metr olacaq 9 metr 53 santimetr və çıxıram 9 metr 39 santimetri. Baxın, 9 metrlə 0 oldu. 53-dən 39-u çıxdıqda isə olur 14 santimetr, yəni 49-da olur Y bəndi. Sonra çantadakı pul ilə onun 8-də 7 hissəsinin cəmi 90 manatdır. Baxın, çantada 2 manat pul var. Pul ilə onun 8-də 7 hissəsinin cəmi, yəni üstə gəlsin 8-də 7 x bərabərdir 90 manata. İndi bunu hesab. Çantada nə qədər pul var? Bu belə deyək. 1-dir və yaxud da 8-də 8 yaza bilərik birbaşa. Çünki böləcəyik deyə. Yəni bunu 1 tamda yaza bilərik. 1 tam 8-də 7 daha sonra düzgün olmayan kəsrə çevrilmiş olmalıyıq. 8-də 8 üstə gəl 7 15 x bərabərdir 90-a. X-imiz bərabərdir 90 vur 8 bölünsün 15. 90 ilə 15 ixtisar gedəcək və qalacaq 6. 6 vur 8 olacaq 48. Deməli, çantada nə qədər pul var? 48 manat pul var. D bəndi.